Verdiyiniz sual çox maraqlı bir sualdır və bu sualları da tez-tez din xadimlərinə verirlər. Mən Allahı və onun kitabını qəbul etmirəm. Mənə sübut elə ki, Allah var. O bir şəxs gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına, dedi mənə Allahın varlığını sübut elə. Sən deyirsən Allah var, mən deyirəm Allah yoxdur və Allahın varlığını mənə sübut elə. İmam Cəfər Sadiq əleyhissalam misal çəkdi. Dedi ey filani, heç gəmiyə minmisənmi? Dedi bəli minmişəm. Dedi olubmu gəmi qəza hadisəsinə uğrasın, sən də üzə bilməyibsən və sənin daxilində belə bir hiss, belə bir qüvvə yaranacaq ki, kimsə gəlib məni buradan xilas edəcək. Belə bir şey olub, dedi bəli olub. Dedi sənin daxilində olan qüvvə Allahdır. Yəni insani çətin məqamlarda, insani acınacaqlı məqamlarda insana yol göstərən yeganə varlıq Allahdır. Əbu Şakir Disani adında bir şəxs var idi. Materialist baxışlara malik olan bir adam idi. Gəldi imamın yanına, dedi mənə Allahın varlığını sübut elə. Və bu anda İmam Cəfər Sadiq əleyhissalamın yanında uşaqlar var idi, əllərində yumurta misal çəkdi. Dedi görürsən bərkdir, qapalıdır və bunun içərisində pərdə var. Pərdənin içərisində gümüşü rəngində olan maye və bir də qızılı rəngində olan maddə var. Nə gümüşü rəngində olan maye qızılı rəngində olan maddəyə qarışır, nə qızılı rəngində olan maddə gümüşü rəngində olan mayeyə qarışır. Və heç kəs də deyə bilməz ki, bundan dünyaya gələn varlıqlar hər hansısa bir xüsusiyyətə malik olacaqlar. Heç kəs bunu deyə bilməz. Ondan sonra Əbu Şakir Disani sanki yatmışdı, yuxudan ayıldı. Dedi ki, doğrudan da bu yaranış aləminin bir yaradanı vardır. Şəhadət verirəm ki, Allah təkdir və şəhadət verirəm ki, Məhəmməd onun rəsuludur. İndi Allahın varlığını ilahi fəlsəfədə qeyd olunur. Allahın varlığını müəyyən yollarla sübut eləmək olar. Birinci məsələ budur ki, Allah cisim deyil. İkinci məsələ budur ki, Allah mürəkkəb deyil. Üçüncü məsələ budur ki, Allah gözlə görünmür. Yəni bizim əqidəmiz budur ki, Allahın gözlə görünməsi qeyri-mümkündür. Yalnız insan Allahı görə bilər qəlbinin gözü ilə. Ərəb aləmində belə bir qayda var. Məsələn, vahid də bir deməkdir, əhəd də bir deməkdir. Əhəd sözündən yeganə söz əhəd sözüdür ki, ondan sonra iki gəlmir. Deməli, bu Allahın təkliyinə, birliyinə dəlalət edir.